Bakıda ən çox su basan 10 ərazi. Bu yerlərdən ev almayın. Problem yağışın çox yağmasındadır, yoxsa digər məsələlər? Hər dəfə yağış yağanda belə olacaq. Bakı növbəti dəfə yağışa təslim oldu. Bu dəfə nəticələr, fəsadlar çox ağır oldu. Leysan yağışlar paytaxtın bəzi ərazilərini iflic etdi. Yollar bağlandı, həyətlər su ilə doldu, evlərə su girdi. Yerin Qulağı kanalı bu dəfə ən çox su basan əraziləri araşdırıb. Rəsmi məlumatlara görə yağıntının miqdarı normadan dəfələrlə artıq olub. Bakı Şəhər İcra Hakimiyyəti də təsdiqlədi ki, güclü yağışlar nəticəsində kollektorlar suyu vaxtında ötürə bilməyib və su basma halları qeydə alınıb. Bu artıq sadə yağış deyil. Bu, şəhərin zəif nöqtələrinin açıq şəkildə üzə çıxmasıdır. Bu videoda sizə Bakıda ən çox su basan 10 ərazini təqdim edəcəyik. Niyə bu yerlərdən ev almaq risklidir? 10-cu yerdə Qobu qəsəbəsi gəlir. Qobu qəsəbəsi nisbətən daha az sıx məskunlaşmış ərazilərdən biridir və burada təxminən 25 min nəfər yaşayır. Ərazi geniş və açıq sahələrdən ibarət olsa da, dağətəyi yerləşməsi sel riskini artırır. Evlərin qiyməti 30-60 min manat aralığında dəyişir. Torpaq isə bir sot üçün 1000-3000 manat civarındadır. Əhali sıxlığı aşağı olsa da, infrastruktur da zəifdir. Yağış zamanı sel suları sürətlə əraziyə daxil ola bilir. Bakıya marşrut xətli olsa da, gediş-gəliş əsasən şəxsi avtomobillərlə mümkündür və məsafə nisbətən uzaqdır. Bu səbəbdən Qobu ucuz, amma uzun müddətli riskləri olan ərazi hesab olunur. 9-cu yer Zabrat qəsəbəsi. Zabrat qəsəbəsində təxminən 80 min nəfər yaşayır və ərazi əsasən fərdi evlərdən ibarətdir. Ərazisi geniş olsa da, tikinti plansız aparıldığı üçün bəzi hissələrdə sıxlıq yüksəkdir. Ev qiymətləri 35-70 min manat arasında dəyişir. Torpaq isə bir sot üçün 1500-4500 manat civarındadır. Kanalizasiya sisteminin köhnə olması əsas problemlərdən biridir. Yağış zamanı suyun çəkilməsi uzun çəkir və küçələrdə yığılma olur. Bakıya gediş-gəliş əsasən avtobus və avtomobillərlə təmin olunur. Bu səbəbdən Zabrat ucuz, amma infrastruktur baxımından zəif ərazilərdən sayılır. 8-ci yerdə Binəqədi rayonu gəlir. Binəqədi rayonu Bakının ən iri yaşayış zonalarından biridir və burada 200 mindən çox əhali yaşayır. Rayonun sahəsi geniş olsa da, bəzi hissələrdə sıx tikinti əhali sıxlığını artırır. Mənzil qiymətləri 70-130 min manat arasında dəyişir. Torpaq isə bir sot üçün 4000-10 min manat civarındadır. Rayonun bəzi hissələri aşağı relyefdə yerləşdiyi üçün yağış suları tez-tez yığılır. İnfrastruktur bəzi ərazilərdə köhnə qaldığı üçün problemlər davam edir. Bakının mərkəzinə çıxış nisbətən rahatdır və bu əraziyə tələbatı artırır. Lakin su basma riski Binəqədini ehtiyatlı seçimə çevirir. 7-ci yer Biləcəri. Biləcəri qəsəbəsi Bakının giriş nöqtələrindən biri hesab olunur və burada təxminən 70 min nəfər yaşayır. Ərazi strateji yerləşsə də, bəzi hissələri çökəklikdə yerləşdiyi üçün su basma halları müşahidə olunur. Evlərin qiyməti 60-110 min manat arasında dəyişir. Torpaq isə bir sot üçün 3000-8000 manatdır. Əhali sıxlığı orta yüksək səviyyədədir və xüsusilə köhnə məhəllələrdə bu daha çox hiss olunur. Yağış zamanı yolların və tunellərin su altında qalması əsas problemlərdən biridir. Bakıya gediş-gəliş həm avtomobil, həm də ictimai nəqliyyatla rahatdır. Buna baxmayaraq, relyef problemləri bu ərazini riskli kateqoriyada saxlayır. 6-cı yerdə Müşfiqabad qəsəbəsi gəlir. Müşfiqabad qəsəbəsinə təxminən 25-35 min nəfər yaşayır və ərazi əsasən yeni tikililərlə genişlənir. Qəsəbənin sahəsi nisbətən genişdir, amma yeni yaşayış massivləri sürətlə artdığı üçün əhali sıxlığı da yüksəlir. Ev qiymətləri 45-85 min manat arasında dəyişir. Torpaq isə bir sot üçün 2000-6000 manat civarındadır. İnfrastruktur tikinti tempinə uyğun inkişaf etmədiyindən yağış suları tez-tez problem yaradır. Ərazi nisbətən açıq sahədə yerləşdiyi üçün suyun toplanması daha asan baş verir. Bakıya gediş-gəliş əsasən avtomobil və avtobuslarla mümkündür və müəyyən vaxt itkisi yaradır. Bu faktorlar Müşfiqabadda yaşayışı həm əlçatan, həm də riskli edir. 5-ci yer Sulutəpə. Sulutəpə qəsəbəsi son illərdə sürətlə böyüyən yaşayış massivlərindən biridir və burada təxminən 40-60 min nəfər yaşayır.
Ərazinin böyük hissəsi fərdi evlərdən ibarət olduğu üçün tikinti plansız və sıx şəkildə aparılıb. Evlərin qiyməti 40-75 min manat aralığında dəyişir. Torpaq isə bir sot üçün təxminən 2000-5000 manatdır. Drenaj sisteminin zəifliyi səbəbindən yağış suları tez-tez küçələrdə yığılır və bu problem hər il təkrarlanır. Əhali sıxlığı bəzi küçələrdə çox yüksəkdir. Bu da infrastruktur yükünü artırır. Bakıya gediş-gəliş əsasən şəxsi avtomobil və marşrut avtobuslarla həyata keçirilir. Bu səbəbdən Sulutəpə həm əlverişli qiymət, həm də yüksək risk balansında olan ərazilərdəndir. Dördüncü yerdə Ramanı qəsəbəsi gəlir. Ramanı qəsəbəsində təxminən 30-40 min ərazisi əhali yaşayır və ərazi əsasən fərdi yaşayış evlərindən ibarətdir. Qəsəbənin sahəsi geniş olsa da bəzi hissələrdə tikinti plansız aparıldığı üçün əhali sıxlığı qeyri-bərabər paylanıb. Ev qiymətləri burada 35-70 min manat arasında dəyişir. Torpaq isə bir sot üçün təxminən 1500-4000 manat civarındadır. Ərazi sənaye zonasına yaxın olduğu üçün ekoloji və infrastruktur problemləri də mövcuddur. Yağış zamanı suyun axını zəif olduğundan bəzi küçələrdə su uzun müddət qalır. Üçüncü yer Sabunçu rayonu. Sabunçu rayonu Bakının ən qədim və sıx məskunlaşmış ərazilərdən biridir və burada 200 mindən çox əhali yaşayır. Rayonun əsas ərazisi böyük olsa da, köhnə yaşayış fondunun çoxluğu və sıx tikinti əhali sıxlığını artırır. Evlərin qiyməti əsasən 40-80 min manat arasında dəyişir. Fərdi evlər isə daha münasib qiymətə tapıla bilər. Torpaq qiymətləri bir sot üçün təxminən 1500-5000 manat civarındadır. Köhnə kanalizasiya və drenaj sistemi səbəbindən güclü yağışlarda su basma halları tez-tez müşahidə olunur. İkinci yerdə Xırdalan şəhəri gəlir. Xırdalan artıq faktiki olaraq Bakının davamı kimi qəbul olunur və əhalisi 100 min nəfərə yaxın qiymətləndirilir. Şəhərin ərazisi geniş olsa da son illərdə çoxmərtəbəli binaların sürətli artımı əhali sıxlığını kəskin şəkildə yüksəldib. Mənzil qiymətləri burada 70-120 min manat aralığında dəyişir və yeni tikililərdə daha yüksək olur. Torpaq qiymətləri isə bir sot üçün təxminən 3000-8000 manat civarındadır. İnfrastruktur tikintinin sürətinə uyğun inkişaf etmədiyindən yağış suları tez-tez yollarda və həyətlərdə yığılır. Və birinci yer, ən çox su basan ərazi Masazır qəsəbəsi. Masazır qəsəbəsi Abşeron rayonunun ən sürətlə böyüyən yaşayış məntəqələrindən biridir və burada təxminən 80-100 min arası əhali yaşayır. Ərazisi geniş olsa da, tikinti o qədər sıxdır ki, bəzi hissələrdə əhali sıxlığı kifayət qədər yüksəkdir. Evlərin qiyməti əsasən 50-90 min manat arasında dəyişir. Yeni tikililərdə isə bu rəqəm daha da yüksəlir. Torpaq qiymətləri isə yerləşmədən asılı olaraq bir sot üçün təxminən 2000-6000 manat arasında dəyişir. Masazırın əsas problemi onun aşağı relyefdə yerləşməsi və göl ətrafına yaxın olmasıdır ki, bu da yağış sularının burada toplanmasına səbəb olur. Bakıya gediş-gəliş əsasən avtobus və şəxsi avtomobillərlə mümkündür. Amma pik saatlarda ciddi tıxaclar müşahidə olunur. Bu səbəbdən həm infrastruktur, həm də nəqliyyat baxımından riskli zonalardan biri hesab olunur. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və yazmağı unutmayın.